Salam hörmətli izləyicilərimiz. Safxoz romanında sosial binalara yaxın, dayanacağa çox yaxın məsafədə yerləşən 2 sot torpaq sahəsinin içində inşa edilmiş 4 otaqlı həyət evi sizə təqdim edirəm. Evin solunda və arxasında hasarla məsafəsi buraxılıb. 6 daş kürsülü evdir, padvalı var, həyətində sanitar qovşağısı var. Baxın, belə səliqəli həyəti var. Nəmişlik olmayan yerdədir. Daxil olaq evə. Koridor sistemidir. Bura evin mətbəx hissəsidir. İstilik sistemi kombidir. Bura qonaq otağıdır. Tam giryaşa vəziyyətində olan evdir. Baxın. Qəşəng təmirli evdir. Burada növbəti yataq otağıdır.